Bugünkü dərsimiz bölünmüş atomlu spirtlərin kimyəvi xassələri. Deməli, gələn metallarla reaksiya daxil olur, alkoqollə tamir. Bir atomlu spirtlər, məsələn, sen, H+1, OH. Natriumla deyək ki, daxil olur, burada hidrogen əvəz olur. Yəni, sen, H+1, O, natrium. Bir də nədir? 0,5 mol hidrogen alır. Bu, natrium alkoqolyat. Bunlara alkoqolyatlar deyilir. Metal birləşmələrinə alkoqolyatlar deyilir. Məsələn, etil spirti. Natriumla reaksiyası. Deməli, burada əvəz olur. Yəni, C2H5, O, natrium və hidrogen. Adı natrium etilat. Məsələn. Olsun metil spirti və yoxsənlən spirti. Kaliumla. Alınır. Kalium metilat. Amma qələvlərlə reaksiya daxil olmur. Bir atomlu spirtlər qələvlərlə daxil olmur. Etil spirti, misal natrium hidroksillə getmir. Qələv metallarla gedir, lakin qələvlərlə getmir. Sonra, məsələn, halogenik turuşlarla reaksiyası, H-florla, H-florla, H-bromla, H-yodla reaksiyası. Məsələn, etil spirti, üstəcə H-flor. Buradan OH, buradan da nədir? H. Alınır su. Yəni, C2H5, xlor, etil xlorid və su. İstənilən spiritlə yazmaq olar. Metil spiriti üstəcələ H-brom. Həqiq yoxdur. Propil spiriti üstəcə H-yod və s. yazmaq olar. Nə aldıq deməli? CH3 brom və su. Burada da CH7 yod və su. Sonra efirləşmə reaksiyası. Efirləşmə reaksiyası spiritlərin oksigenli turuşlarlar. Daha doğrusu oksigenli turuşlar reaksiyasına mürəkkəb efir alınır. Burada nitrat turşu, sulfat turşu, karbon turşuları verib yazır. Efirləşmə reaksiyası. Spiritlərin oksigenli turuşlarla. Reaksiyasından mürəkkəb efir alınır. Və su. Məsələn, etil spirti nitrat turşusu ilə hansından hidrogen, hansından OH çıxır? Spiritdən hidrogen, turşudan OH çıxır. Spiritdən hidrogen. C2H5, O, NO2, üstəcə su. Etil, nitrat, efiri.
Veya mesela etil spiriti üstəcə sulfat turşusu. Ne alınır? Buradan H, buradan da OH. Yani C2H5O SO3H. Etil sulfat efiri. Veya mesela sirke turşusu üstəcə etil spiriti. Deməli, turşudan OH, spirtdən isə H. Deyək ki, CH3, COO, C2H5. Bir də su. Buna nə deyirik? Etil asetat efiri ya da sirkə turşusunun etil efiri. Sirkə turşusunun etil efiri. Bir dənəsində yazaq, deyirsiniz. Məsələn, qarışqa turşusu üstəcərə, məsəl üçün, metil spiriti. Buradan OH, buradan da H. HCOO, CH3. Nə deyirik buna? Qarışqa turşusunun metil efiri. Ya da metil formiyyət efiri də demək olar. Qarışqa turşusunun metil efiri. Bunlar efirləşmə reaksiyası. Bunlar hamısı mürəkkəb efirlərdir. Sonra parçalanma reaksiyaları. Biz bunları demişik. Aslında alkenləri, alkalinə alınmasında demişik. Dehidratlaşma reaksiyası deyək. Məsələn, etil spiriti 140-dan yuxarı temperaturda qatı sulfat turşu iştirakı ilə dehidratlaşanda nə alınır? Nə alınır? Etilin alınır. Alkin alınır. Və su. Bəs etil spiriti 140-dan kiçik temperaturda qatı sulfat turşu iştirakı ilə reaksiyasından nə alınır? 140-dan kiçik temperaturda, 100 dərəcə məsələn. Bəzən 100 dərəcə yazırlar, məsələn. 120 də yaza bilərlər. Məsələn, nə alınır? Sadefir alınır. Sadefir. Yəni, nə alınır? C2H5, O, C2H5. Sadefir. Dietil efiri. Dietil efiri. Bir də etil spiriti 425 dərəcədə sink oksid, alüminium oksid iştirakı ilə nə alınır? Buna nə reaksiyası deyirdik? Lebedev reaksiyası. Nə alınırdı burada? Divinil alınırdı. Bəli. Su, bir də hidrojen. Belə. Məsələn, başqa misallar da deyək. Deyək ki, butanol 2. Bunun 140-dan yuxarı temperaturda nə alır? Nə alınır deməli? Buradan OH qopur. Hidrogen hardan qopur? Ortadan qopur. Bəli, ortadan qopur. İki tərəfdə harda yaranır? CH3, CH, CH, CH3. Buten 2. Və bir də su alır. Yanma reaksiyası
Bir atomun spirtləri yanma tənliyisi HCl plus 1 OH. Karbon qazı və su. Əmsallar. Bura N yazıq, hidrogen, suyun əmsalı, NSTC 1. Oksijen sayda 2N, NSTC 1, 2N plus 1, biri burada, 3N bölünsün 2. Sonra oksidaşma reaksiyası. Mis 2 oksid oksidaşması var. Deməli, bir atomun spirtlə oksidaşəndə aldehid və ya keton alır. Birli spirtlə oksidaşəndə aldehid, ikili spirtlə oksidaşəndə isə nədir? Keton alır. Və ona yazaq. Ümumi yazaq, bir atomun spirtləri mis 2 oksidlə oksidləşməsi alınır. Sen, HCl, O. Mis və su. Aldehid ya da keton. Yəni, hər ikisi formulu bu cür yazılır. Birli spirtləri mis 2 oksid oksidaşəndə aldehid alır. Məsələn, etil spirti mis 2 oksidlə oksidləşməsi. Belə deyək, buradan hidrogen qopur, oksijenə birləşir. Mis və su alır. Bu birli spirti də. Deməli, alır etanol. Aldehidlərdə al çəkisi olur. Etanol. Mis və su. İstənilən birli spirti yazmaq olar. Məsələn, metil spirti mis 2 oksidlə. Məsələn, bu da birli spirti. Metil spirtindən nə alınır? Formaldehid. HCOH. Mis və su. Burada deyək ki, bəli, CH3, CH, COH. Mis və su. İkili spirtlər oksidaşəndə dedik ki, keton alır. Məsələn, propanol 2. İzopropil spirti. Mis 2 oksidlə. Deməli, burada H oksijenlə birləşir. Su alır. Və CH3CO, CH3. Mis və su. Aseton. Və ya propanol 2. Butanol 2. Mis 2 oksidlə. Görün. Buradan hidrogenlə qopur, oksijenlə birləşir. Və nə alır? CH3, CO, CH2, CH3. Butanol. Ketonlarda 10 çəkisi olur.
mis və su. Və oksisintez reaksiyası spirtlərin dəm qazlar reaksiyasına karbon turşusu alır. Deyir ki, spirtlərin dəm qazı ilə burada birləşmə reaksiyası göstərir və turşu alır. Karbon turşusu. Mesela metil spirti oksisintez reaksiyası nə alınır? Bəli. Sirkə turşusu alınır. Birləşmə reaksiyası. İstənilən spirtinə yazmaq olar. Fərqi yox. Etil spirti də mesela propion turşusu alınır. Bu da bir atomlu spirtlərin xassələri. Bu qədər.